torpağın dərdi biz əhli beytin dərdidir. Bizim yolumuz satqınlıq yolu deyil. Biz dövləti ailə kimi görənləri, bizim arxamız pul yox imanımızdır. Deyirlər ki, kim dayanır bu yolun üstündə? Əqidəsi var, imanı var ürəyinin dərinində. Biz əl axtarmarıq yad ölkələrin qapısında. Bizim dərdimizin dərmanı öz torpağımızda. Dünən qərb deyənlər bugün dinə daş atır. Həqiqətin səsini eşidən ürək isə susmur danışır. Bizim rəhbərlərimiz iman yolunun işığıdır. Bu yolun yolçusu olmaq bizim şərəfimizdir. Biz ac qalarıq amma satılmarıq. Şərəfimizi heç vaxt ayaqlara atmarıq. Biz ölümdən yox xəyanətdən qorxarıq. Bu torpaq üçün son nəfəsədək dayanarıq. Biz ac qalarıq amma satılmarıq. Şərəfimizi heç vaxt ayaqlara atmarıq. Biz ölümdən yox xəyanətdən qorxarıq. Bu torpaq üçün son nəfəsədək dayanarıq. Bu torpaqda zülüm görənlər də biz olmuşuq. Amma yenə də bu torpağın keşiyində durmuşuq. Kim nə deyir desin, tarix bunu yazacaq. Bu ölkəni qoruyan yenə imanlılar olacaq. İran, Azərbaycan olsun, Fələstin, Türkiyə olsun, fərqi yoxdur. Zülmə qarşı dayanmaq bizim üçün borcdur. Bizə deyirlər İrançı, deyirlər başqa adlar. Amma bu torpağın keşiyində duran yenə biz var. Biz ac qalarıq amma satılmarıq. Şərəfimizi heç vaxt ayaqlara atmarıq. Biz ölümdən yox xəyanətdən qorxarıq. Bu torpaq üçün son nəfəsədək dayanarıq. Biz ac qalarıq amma satılmarıq. Şərəfimizi heç vaxt ayaqlara atmarıq. Biz ölümdən yox xəyanətdən qorxarıq. Bu torpaq üçün son nəfəsədək dayanarıq. Bəlkə arxamızda böyük güclər yoxdur, amma arxamızda iman var, Allah var. Tarix boyu əzilmiş bir təriqət olsaq da şərəfimizi heç vaxt satmamış bir təriqət var.